Salam əlbəttə, abituriyentlər. Bu günləri deməli, ayın 26-sı cavab olan buraxılış sınavının izahına baxacağıq sizlə. Başlayırıq 61-ci sualdan. 61-ci sualımıza verilib ki, aşağıdakının hansısı irrasional ədəddir? Bilirik ki, irrasional ədəd dəqiq qiyməti olmayanlardır. Birinci baxırıq A variantına, kök 6-da 36, bundan çıxır 6. Deməli, dəqiq qiyməti var deyə bu rasionaldır, irrasional ola bilməz. B variantına baxırıq. 3-də 1 eləyir, 9-da 3, 3-də 1, dəqiq qiyməti var, ola bilməz. 3 vur 2, 6 olur D variantında, bunun da dəqiq qiyməti var, deməli, rasionaldır. Y variantına baxsaq, kök 6-da 9 eləyir, bunun da dəqiq qiyməti var, bu da ola bilməz. Amma bizim düzgün variantımız C variantıdır. C variantı irrasionaldır. Çünki kök 6-nın 3-dən heç nə çıxmadığı üçün dəqiq qiyməti olmur, ona görə irrasional olur. Keçirik növbəti sualımıza. Növbəti sualımız 62-ci sualdır. Şəkildə D1 deyir ki, paralel olarsa, x-y fərqini bizdən soruşur. Paralelliyə görə burada baxsaq, x-in bir tərəfə, tərəfləri bir tərəfə çıxır. Tərəfləri bir tərəfə bucaqlarının cəmri 180 dərəcə. Onda x-i tapsaq, 180-dən çıxarıq 50. Deməli, x-imiz oldu 30 dərəcə, 130 dərəcə. Buradan da 110-un qonşusuna baxsaq, 70-dir. 110-un qonşusu 70-dirsə, ilk ondan çarpacaq olduğu üçün ilkimiz olacaq 70. Bizdən ilk fərqini soruşduğu üçün 130-dan da çıxırıq 70-ini, düzgün cavabımız olur 60. Bu da cavab verir. Keçirik növbəti sualımıza. Demək, 63-cü sual. Paralelli ilə bağlıdır bu sualımızda. Burada verib ki, deməli, A-yə seyfə paraleldir və A-yə 2x plus 40-dır. Buna buranı götürək 2x plus 40. ABC-ni 90 verib, qeyd edib özünü onu. BC isə 3x 10. Bizim belə bir qaydamız var ki, bu ikisinin üzərində olmalı 60. Onda 2x üstəgəl 40, üstəgəl 90, üstəgəl 3x 10. Bu da bura olmalı 360 dərəcə. Buradan da yazsaq, deməli, alırıq ki, 5x plus 2x-in 3x 120 bərabərdir 360 dərəcəyə. Buradan da 5x bərabərdir 240. X də bərabərdir 245-ə bölünür 48 dərəcə. Düzgün variantımız olur A variantı. Keçirik növbəti sualımıza. 64-cü sual. 64-cü sualı nisbətdir. Deməli, A ilə B nisbətini verib 2-nin 3-ə, B ilə C-nin nisbətini verib 4-ün 5-ə. Buradan baxırıq ki, B burada da var, burada da var. B bir yana 3K, bir yana 4K ola bilməz, eyni olmalı. Ona görə buranı 3-ə vururuq, 4-ə vururuq. Buranı 3-ə vururuq ki, eyniləşsin. Buradan alırıq A-yımız bərabərdir 8K, B-yimiz bərabərdir 12K, C-yimiz bərabərdir 15K. Əkobların soruşduğu üçün 8, 12, 15-in əkobu 120-dir. 120K bərabərdir 720. Buradan da K-yımız bərabərdir 6. Onda A-yımız olur 8 vur 6, 48. Üstəgəl B-yimiz olur 12 vur, deməli 6, 72. C-yimiz olur 15K, 15-i də buranda 60, 90. Toplayanda bunlar eləyir 120, 90 da çıxanda 30. Düzgün cavabımız olur D variantı. Sonra baxırıq 65-ci suala. 65-ci sualda bizə verib ki, ABC üç bucağında B-də A-yı tənbələndir. AD-nin 9 olduğunu verib bizə. Tənbələnin belə bir xəstəsi var idi ki, deməli, onu tətbiq edirik. AB-nin nisbəti B-yə bərabərdir 9-un nisbəti 6. Onda AB-miz oradan bular 9K, B-yimiz olur 6. 9K 6. Sonra baxırıq ki, AB deyir ki, AC-yə bərabər. AB 9K-dırsa, burada 9K. Biz demişdik ki, bərabər yanı sudan təpəsindən çəkilən həm median, həm tənbələn, həm ünlüdür. Burada 90 dərəcəni qeyd edə bilər. Sonra AB-yə üç bucağına baxsaq, buradan Pifagoru tətbiq edə bilər. Pifagoru tətbiq eləsək, burada bizim hipotenuzumuz 9K-dır, katetimizin biri 15-dir, biri də 6K. Onda yazırıq ki, 15-in kvadratı 225, üstəgəl 6K-ın kvadratı 36K kvadratı bərabər 9K kvadratı 81K kvadratı. Buradan da alırıq ki, 45K kvadratı bərabərdir 225, K kvadratı bərabərdir 5. Bunu saxladım.
Sonra gəldi ayəyə tapmağa. Daha doğrusu B-dən. B-də bizim tənbəllərimiz. Tənbəllərimizin düsturu var idi ki, B-də bərabərdir. Kökün altında 9 kay vururuq 6 kay. 54 k kvadratı çıxılsın 9 vur 6. 54. K kvadratının yerinə qoysaq 5-dir. 54-ü vururuq 5-ə. 270. 270-dən çıxıb 54. 216. Kök altında 216-nı da 36 vur 6 yazsaq, o da olur 6 kök altında 6. Bu da düzgün variantımız olur. D variantı. Baxırıq növbəti sualımıza. 66-ya. 15% ilə 35%-in cəmi 80 olmalı. Tapın. Birinci burada nə edirik deməli? 15 ilə 85-i toplayacağıq. Faiz ilə faizi topladığımız üçün, yəni faiz olduğu üçün toplaya bilərik. 15 ilə 85-i toplayırıq, alırıq. 15 üstəcək. Deməli 35. Bu da bərabərdir 50. Deməli biz tapmalıyıq ki 50% 80 nədir? Onun üstünə nə edirik? 80-i vururuq 100-ə, bölürük 50-yə. Bununla mı getdi bu 2? 80-i 2-yə vururuq 160. Düzgün variantımız olur A variantı. İndi baxırıq növbəti sual 67-ci sual. 67-ci sualda NA üstəgəl MB 30-dur. A ilə B-nin kəsişməsi 4-dür. Birləşməni soruşur. Bizim belə bir düsturumuz var. NA birləşmə B bərabər NA üstəgəl MB üstəgəl deməli çıx N A ilə B-nin kəsişməsi. Buradan yazsaq NA üstəgəl MB-nin cavabı 30-dur. Onda yazırıq ki 30 çıx kəsişmənin cavabı da 4-dür. Orada da alırıq düzgün cavabımız 30-dan 4 sürüq 26. O da olur düzgün cavabımız Y variantı. Keçdik növbəti sualımız 68. 6 burada baxırıq ki 6 çıx 2 y 6 üstəgəl 2 y. Bu bizə müxtəsəri xatırladır. Müxtəsər olma düstur. 6 çıx 2 y 6 üstəgəl 2 y. A kvadrat çıx B kvadrat nasıllaşır? A minus B plus B. Onda buradan bu da olur 36 çıx 4 y 2'nin kvadratı. Digərini yazırıq 36 plus 4 y 2'nin kvadratı. Bu da bizə yenə müxtəsər olma düsturu verir. 36'nın kvadratı çıx 4 y 2'nin kvadratı 16 y üstü 4 eləyir. 36'nın kvadratı 1296 eləyir. 1296 çıx 16 y üstü 4 eləyir. Kvadrat. Bu da düzgün cavabımız olur. C variantı. Növbəti baxırıq 69-cu sual. 69-cu suala baxsaq, buradan deməli nəyə görürük? Görürük ki, burada bunu müxtəsərini ayıra bilərik. A üstü 4 çıx 1, A üstü 4 üstəcək. Buradan da A çıx 4-dür, 4 çıxar. Qabağa mənfi versək, bunu A çıx 4-ün kubu yaza bilərik. Onda A çıx 4-ün kubunu, A çıx 4-ün kubunu çıxsa 0. Yəni burada yalnız bu qalır. A üstü 4 çıx 1-dən A üstü 4 çıx 1-də ixtisarləsək, yerdə qalır A üstəcək 4 üstəcək 1. Bu da olur yerdə. Növbəti sualımız 70-ci sual. Məhlulda 2 maddənin deməli çəkiləri 2-nin 5-ədir. Onda birinci maddəmizi götürərik. Birinci maddəmizi 2K. İkinci maddəmizi 5. Deyir ki, bunların hər birinin 1 qram artırır. K plus 1, 5K plus 1. Bu da bərabər 3-ün nisbəti 7. Buradan alırıq ki, çarpaz formada işləyir. 14K üstəgəl 7 bərabər 15K plus 3. Buradan da K'yımızı alırıq 4. Bizimdən birinci maddəni soruşduğu üçün 2 ilə 4'ə vururuq 8. Düzgün cavabımız olur C. Keçirik növbəti sualımıza 71-ci sual. Deməli 71-ci sualda qövslə bağlı bir sualdır. Burada da verib ki AMB qövsü 90'dır. Deməli bu qövsümüz 90'dır. Üstündə qeyd edirik 90. AB-ni verib 3 kökdə 2. Sonra buradan radiusumuz lazımdır. Radiusumuzu birləşdiririk. Buradan. Burada da olur eğer. Deməli bu qövs 90'dırsa onda bu bucaq olur 90 dərəcə. Çünki mərkəzi bucağı 90. 90 dərəcədirsə radiusları bərabərdir. Deməli bərabər yanlı düz bucaqlı 3 bucaq olur. Bərabər yanlı düz bucaqlı 3 bucağın da demişdi ki, hipotenuzu kaydeden köşətdə kimisi. Onda radiusumuz buradan bərabər olur 3'ə. Düsturumuz da uzunluq düsturu 2 pi olduğu üçün 2 vur 3 vur pi. Bu da bizə verir 6 pi.
Burada deməli düzgün cavabımız olur 6 pi B variantı. Deməli düzgün cavabımız olur B variantı. Al. Keçin növbəti sualımıza. Növbəti sualımız 72-ci sualdır. Burada bizə verir ki, deməli, əbab 5n kvadratı plus 10n, 5n kvadratı plus 15. Bu ikisindən mötərizənin qarşısına çıxara bilərik 5n. Çünki əbab hər ikisinə ortaq olan. 5n-i çıxarsaq, deməli, burada alırıq n plus 2. Digərindən 5n-i çıxarsaq, n plus 1. Hər ikisində ortaq olan 5n. Əbab ikisində ortaq olan da axı. Onda 5n bərabərdir 40-a, n də bərabərdir 8. 8-i burada yerinə qoysaq, alırıq 80. Burada yenə qoysaq, 96. 80 ilə 96-nın əksubunu çıxmaq üçün qarşıya çıxardırıq 16. Burada qalır əkub. Deməli, 16-nı çıxarsaq 5 ilə 6. 5 ilə 6 da əkub 30 olduğu üçün 16-nı da vuruq 30-a, o da 480. Düzgün cavabımız olur A. Keçirik növbəti sualımıza, 73-cü sual. 73-cü sualda deməli, bunu nə edirik? Tənlər sistemi formasında yazacağıq. Birinci ifadəni yazırıq. İfadəmiz 9-da 10 plus 8-də 9 plus 7-də 9. Bu bərabərdir k. Sonra bunun altından yazırıq 9-da 1 üstəcə 8-də 1 üstəcə 7-də 1. Buna da bir B yazırıq. Bunu tərəf-tərəfə çıxsaq, alırıq 9-da 9 1, 8-də 8 1, 7 7 1 bərabərdir. K çıxdır. Buradan da B-yi tapsaq, B-yi tapmalıyıq da biz olsun. K çıx 3. Bu da olur B variantı. Keçdik növbəti sualımıza. Deməli, növbəti sualımız 74-cü sualdır. Kəsimlə bağlı sualdır. Burada deməli, birinci mötərizənin içini hesablayır. Mötərizənin içində 3/6-da 1-i 18-ə gətirsə, 3/18 3 çıx 18-də 13. Çıxa bilməyəcək düzgün olmayan keçsin. 18-də n 7 çıxılsın 18-də 13. Bu da bərabər 18-də 40. Sonra bura baxırıq. 0,1 4'də 1 deməkdir. 4'də 1-in 2'də 1-i topluruq. O da bizə verir 4'də 1. Sonra vurmanı yazır. 22'də 3 vur. 18'də 44 vur. 4'də 3. Bundan bu getdi 2. Bundan bu getdi 6. 6'nın 3 getdi. Qaldı burada 2. 4'dən 2 getdi. 2'ni də 2'yə vururuq. 4'də 1. O da 0'dan %25. Keçdik növbəti sualımıza. 75-ci sual vuruqları ayırır. Deməli, burada nə edirik? Birinci sürətimizi ayırırıq. Sürətə baxırıq ki, bizim köklərimizi tapa bilirik. Viyet tətbiq edilsin. Köklərin cəmi 4, hasili 3 olmalıdır. Bu 3-dən 1-dir. Məlumdur ki, bunun vuruqlarını ayırsaq, m-1, m-3. Bu ayırır. Sonra keçirik burada aşağı. Aşağı necə vuruqlarını ayırır? Burada 3m-i parçalamalıdır. Parçalarıq 2m kvadratı, mənfi 2m, bir də m. Buradan da 2m-i çıxarsaq, m çıx 1, mənfini qabağa versək, m çıx 1. Bu ikisindən də m çıx 1-i çıxarırıq. Burada da qalır 2m çıx 1. Deməli, bunu ayırsaq, onda olacaq m çıx 1, 2m çıx 1. Bunu da ayırıq. Sonra gəldik bura. Burada da 3m-i yenə parçalayıq. 3m-i parçalayıq. 4m çıx m. Olur 2m kvadrat üstəcə. 4m çıx m çıx 2. Bu ikisindən 2m-i çıxarsaq, m plus 2. Buradan da mənfini qabağa versək, m plus 2. Bu ikisindən də m plus 2-ni çıxarsaq, 2m minus 1 olur. Buranı da ayırdıq. Bura baxanda köklərimiz deməli olur. Mənfi 2 ilə 3. Çünki toplayanda müsbət 1 verməlidir. Buranda mənfi 6 verir. Onda buranın da vuruqlarını ayırsaq, m minus 3, m plus 2 olur. Hamısını buradan yazsaq, m çıx 1,
m çıx 3. Aşağını ayırsaq m çıx 1, 2m çıx 1 vur. Digərini yazsaq. Digəri m plus 2. Burada da olur 2m çıx 1. Aşağıda da olur m çıx 3. Burada da olur m plus 2. M plus 2'lər getdi. M minus 3'lər getdi. 2m çıxla 1'lər ixtisar getdi. M çıx 1, M çıx 1 getdi. Cavabımız qaldı 1. Keçdik növbəti sualımıza. Növbəti sualımız 76-cı sualdır. 76 sualda da deməli, burada bizə hündürlüyümüzü verib 10'dur. Bura x, bura 4. Burada uşaqlar biz düsturumuz var ki, düz buda təpəsindən çəkilmiş hündürlüyün düsturu h kvadratı bərabər m vur n. Onun kvadratı 100 bərabər x vur. X də bərabər 100'ü 4'ə bölürük 25. Elə x'i soruşurdu, tap. Keçdik növbəti sualımıza, 77-ci sual. 77-ci sualda bizə verir ki, P-nin hansı müsbət qiymətində 6 vur P kvadrat 36 üstü mənfi ifadəsinin mənası yoxdur. Bunu yazsaq, bu şəkildə yazırıq. Mənfinin mənası məxrəcdə yazmaqdır. P kvadrat 36 üstü 3 olur. Bizə demişdik ki, məxrəc 0 olsa mənası olmaz. P kvadrat 36 bərabər 0. P bərabər plus minus 6. Bizə müsbət qiyməti istədiyi üçün cavabımız olur müsbət 6. Keçin növbəti sualımız 78-ci suala. Məxrəci 140 olan düzgün kəsri sonlunluq kəsri şəklində yazmaq olar. Sonlunluq kəsrin biz qaydasını bilirik. Birinci sonluluğunu yazmaq üçün 140 sayda vurgulanır. 70, 2'ye 35, 5, 7, 7, 1. Deməli, sonunu yazmaq üçün demişdik, nə qədər 2, 5 varsa bir-birinə vurub 1 çıxırıq. Deməli, bunu hesablayın dedik 20, 20'dən də 1 çıxanda 19. Cavabımız olur 19. Keçdik növbəti sual 79-cu sual. 79-cu sualda deməli, verir kök altında 35, sıx 3 kök altında 7 kəsirin hissəsi ilə bu ədədin əksi olur. Ədədin hansını tapın. Burada nə edirik deməli? Birinci bunun tam hissəsini təyin edirik. Kök altında 35 sıx. Ne kökün altına salsaq 4, 7'ye vursaq 28. 35'dən təqribi kök alırıq. 5 tam onda deməli 6 tam ola bilir. 5 tam onda 9 olur. Buradan da alırıq təqribən 5 tam onda 3. Sıxanda bir-birindən 0 onda 6. Biz demişdik ki, əgər irəsən ədədin kəsr hissəsi 0-dırsa, tam hissəsi 0-dırsa, kəsr hissəsi özünə bərabər. Deməli, bunun kəsr hissəsi elə özü olur. İndi özünü vurmalıyıq ikisinə. Yəni, kök altında 35 çıx 2 kök altında 7'ni vurmalıyıq. Əksi, yəni 7'ni dəyişik yazırıq. 2 kök altında 7 çıx kök altında 35. Burada da bərabər vurub atsaq, deməli, 2 kök altında 35'i 7'ye vururum. 245 sıxılsın 35 olur. Deməli, 35 deməli, burada olur deməli 35 çıx 28. Bir də mənfini mənfiyə vuranda müsbət olur. 2 kök altında 245. Buradan da 2 kök altında 245, 2 kök altında 245. Bu bizə verir 4 kök altında 245, çıx 63. 35 ilə 28'i topladıq. Buradan da alırıq ki, 245, 49 vur 7 oldu. 49'dan da 7 kök çıxır. 49'dan 7'dir. Onda 4'ü vururuq 9'a. O da 28 kök altında. 5 çıx kök altında. Çıx 63. Yəni cavabımız olur. Keçdik 80'ə. Klaster əsərdən N, K cəmini bizdən istəyir. Bunun üçün birinci mərkəzdə olanı yazsaq, hamısını məxrəc 2 üstünə gətirə bilərik. Bu 2 üstündə olur 36. Bunu yazsaq 2 üstündə 6m yazsaq. Onda 6m bu buna bərabər olması üçün. 6m bərabər 36, m'imiz olur 6. Bunu yazırıq 2 üstündə 4m. 16, 2 üstü 4. Onda 4m bərabər 36, m bərabərdir 9.
Sonra bunu yazırıq. 2 üstündə k vur 2 üstündə 20 edir. Burada da k plus 20 bərabər 106. K'ımız da olur 16. Sonra bunların cəmini istəyir. 6 ilə 9 15. Bir də 16 toplayanda cavabımız olur 31. Növbəti sual 81-ə baxırıq. 81-də verib ki, x kvadratı plus x minus 3 arasında vurğularına bir x sığ 1. Biz demişdik ki, burada qaydamız var. Vurğu sıfıra çevirən qiymət ifadə ilə sıfıra çevrilir. Ona görə birinci k minus 1 sıfıra çevirən qiymət tapılır. X minus 1. X minus 1 bərabər 0, x'imiz bərabər olur 1. Gətirib burada yerinə qoysaq, onda olur k plus 1 çıx 3 bərabər 0. Bunu alırıq ki, k'ımız bərabərdir 2. K'ımızı gətirib yerinə qoysaq, 2x'in kvadratı plus x çıx 3. Sonra bunu vurğularına ayırsaq, x'i burada parçalayırıq. 3x minus 2x. 2x'in kvadratı plus 3x minus 2x. Minus 3. Buradan da x'i çıxarsaq, 2x plus 3. Mənfini də qabağa versək, 2x plus 3. Buradan da olur 2x plus 3. X minus 1. Deməli, x minus 1'i vermişdi, digər vurğu soruşurdu. Ona görə bizim cavabımız olur 2x plus 3. 82-ci suala baxırıq. 82-ci sualda da üçbucaq sualıdır. Bərabər yanlış bucaqdır. Buralara verib 17, 17, 7, 23. Biz demişdik ki, bərabər yanlış bucaqda təpədən çəkilən xətt həm median, həm tənbələn, həm də hündürlük. Bunu qeyd edik. Bunu qeyd edildikdən sonra buradan A, B, bura bir Y yazaq. A, B üç bucağı, düz bucaqlı üç bucaq olur. Bir də demişdik ki, median olduğu üçün yarı bölür. Ümumi A isə 30. 30'dursa bunu 15-15 bölünər. Buradan bura 15 olduğu üçün B'li. Bura 7 ise bura 8 yazır. Bura 17, bura 15 ise Pifagora görə buranı tapa bilirik. Çünki düz bucaqlı üç bucaq. 17'in kvadratı 289. Çıx 15'in kvadratı 225. Bu da bizə verir 64. 64'te 8'in kvadratı. Ayemiz ne oldu? 8. Bura oldu 8, 8. Deməli, bərabər yanı düz bucaqlı üç bucaq oldu. Onda x'imiz ne olacaq? 45 dərəcə. Bərabər yanı düz bucaqlı üç bucağın bucaqları 45 oldu. Keçin növbəti sualımız 83-cü suala. Burada da yenə həndəsə sualıdır. ABC üç bucağında deyil. Bu tənbələndir. AB-ni bizə verib 6. AB-nin üzərinə yazırıq 6. BC-miz 9. AC 12-dirsə, burada x yazaram. Burada 12 çıx x-imiz. Bu tənbələn olduğu üçün tənbələn bir belə xassəsi var. Bunun buna nisbəti, bunun buna nisbətinə bərabər. 6 bölü x bərabər 9, 12 çıx. 6 ilə 9'u ixtisar edək, hesablamamız rahat olsun. Buralar 2, burada olur 3. Onda buradan 24 çıx 2x bərabər 3x-ə, 5x bərabər 24-ə, x də bərabər 4,8. Bizim evdə x-i soruşduğu üçün aydın. O da olur 4,8. Keçin növbəti sualımız 84-cü suala. Çoxluq sualıdır sualımızda. Burada deməli, n-a fərq b verir bizə. Bunu götürərik 2k, bunu götürərik 5k, bunu götürərik 3k. A ilə b-in birləşməsi. Bizim belə bir düsturumuz var idi ki, n-a birləşmədir. N-a fərq b, n-b fərq a, bir də üstəgəl n-a ilə b-nin kəsişməsi. Buradan yerinə yazsaq, olur birləşmənin cavabı 30'dur. A fərqi 2k, B fərqi 3k, burada olur 5k. Buradan k'ımızı taparıq. K'ımız oldu 3. K'ımız 3'dürsə, n, B fərqini tapsaq, deməli, vuruq 3, 3'ə 9. MB-də, MB fərqi aynı, n aynı B-nin kəsişməsinin cəmi olur. 5k'nın 3k'nın cəmi olur. 3'ü vurduqsa 9, 5'i də vurduqsa 15. 15 ilə 9 toplayırıq 20. Düzgün cavabımız olur 20. Gəldik sonuncu suala, 85-ci suala. Bu da vurğuların ayrımı sualıdır. Burada da deməli, nə edirik? X kvadrat çıx 5x çıx 36. Birinci bunu vurğulara ayrılır. 5x'i orada parçalayırıq. X plus 4x çıx 9x'ə mənfi 5 olduğu üçün mənfi 9 olur.
ise 36. Buradan ilk ikisindən qruplaşdırsaq x var, x plus 4 minus 9 vuraq x plus 4. Bu ikisindən x plus 4'ü çıxarsaq x minus 9. Bunu ayırdıq. Bir də x kvadratı plus 7x plus 12. Bunu da x kvadratı plus 7x yaparsaq 3x-lə 4x plus 12. Buradan x'i çıxarsaq x plus 3, 4'ü çıxarsaq x plus 3. Hər ikisindən də çıxarıb x plus 3. X plus 3'ü çıxarsaq hər ikisindən də. Burada da olar x plus 4. İndi mərkəzə hər ikisində olan yazmalıyıq. X plus 4 burada da var, burada da var. Onda mərkəzə yazarıq x plus 4. Burada qalar px-də x minus 9. Bu birində də qalar x plus 3. Elə də bunu yerləşdir. İzahımız bu qədər. Sağ olun. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun.